Hello, necəsiniz? Ümid edirəm ki, hər biriniz çox yaxşısınız. Bu klasik girişi etmək istədim və kanalımıza yeni gələnlər üçün mən Nigar Səfərova. Bu kanalda hər şeydən danışırıq. Həm gündəlik vloqlar olur, həm makyaj, həm söhbət, belə qarışıq və ümid edirəm ki, sevəcəksiniz. Bugünkü temamız nədir? Uzun müddətdir ertələdiyim və ən nəhayətində həm hava şəraiti ilə əlaqəli olaraq, mənim modumun əhval-ruhiyyəmin yüksəkliyi olaraq, vaxtım uyğunluğu olaraq gördüm ki, alınır. Bu arada saçımı birbaşa quruluyub keçdim kameranın qarşısına. Yəni pis görünürsə üzrü sayın. Əlimdən gəldiyi qədər düzəltməyə çalışıram. Yəni təbii ki, işin professional deyiləm, amma uyğun qiymətli makyaj vəsaitlərini sizə göstərmək istəyirəm. Universitetdə oxuyan qızlarımız üçün, makyaja yeni başlayan qızlarımız üçün bəlkə xoş bir videolar, öyrədici bir videolar ümid edirəm ki, bu formada olacaq. Bir neçə dənə sizə nəmləndirici adlar deyəcəm. Hansı sizin üçün uyğun olarsa deyə bilərsiniz. Mümkün mərtəbədə hamısının qırağında deyəcəm qiyməti də, yəni xatırladıqlarımın qiymətini deməyə çalışacağam. Öncədən demək istəyirəm, mənim dəri tipim qurudur, yəni qarışıqdır əslində, tam quru da deməzdim. Ona görə də mən əsasən quru dərilər üçün olan tonal krem, nəmləndirici, yəni bu tipdə baxıram. Ən çox sevdiyim və ən münasib qiymətlidən başlayacağım. Jinsunun bu bantikdə əldə eləmişəm və bundan 3 dənə istifadə eləmişəm, belə deyim. Və bu normalda 15-18 manat aralığında olur, amma 15 manat və tez-tez endirimə girəndə 12 manata və yaxud 9 manata düşür. İlk dəfə mən alanda 15 manatdan 9 manata düşmüşdü. Çox qəşəng nəmləndirici bir kremdir. Amma artıq bu təəssüf ki, bu da bitib, yəni. Baxın, dibini sivirmişəm, yəni artıq bu yoxdur. Alivia'dan almışdım. Miss Organic. Baxın, bunun da qiyməti 10 neçə manat olmalıdır. Tam xatırlamıram. Çox sorry. Armstein bu formada bir kollagen tərkibli bir dənə nəmləndiricisi var və bu da su bazlıdır. Yaxşıdır. Yəni açığı daha çoxdur. Ən son deyəsəm bunu istifadə eləmişəm. Bundan öncə baxın, bunu da indi göstərəcəm. Spoiler verdim. Bunu çox sevirəm. Tenzero'nun baxın, burada görsənirmi? Yəni belə şəklini çəkmək istəsəz, şəklini çəkə bilərsiniz. Bu da kollagen tərkiblidir. Mən deyəsən kollagen tərkibli olanları sevirəm. Yaşınızla əlaqəli olaraq baxa bilərsiniz. Yəni ehtiyac yoxdur. Məsələn, 20-lərin əvvəllərində ya da 17-18 yaşında hər hansı bir qızın kollagen istifadə etməsinə ehtiyac yoxdur. Ki mənim də əslində ehtiyacım yoxdur, amma daha çox tövsiyə elədikləri onlar olur. Fikir versə bir tip üzərindən çox getmirəm. Bir neçə markanı istifadə etməyi daha çox sevirəm ki, görüm nədir, nə deyil. Son vaxtlarda istifadə elədiyim budur. Bu da Enough'ın Secret We. Baxın, belə göstərim. Bunların arasında ən böyüyü budur və ən bahalısı budur. Səhv eləmirəmsə bu 25 manatdır, amma bu ehtimal ki, böyük olması ilə əlaqəlidir belədir və mən tipini çox sevirəm. Baxın, belə bir şey çox qəşəngdir. Nəysə, amma tipdən də əlavə olaraq özü də yaxşı olmalıdır. Bir dənə bunu vurub gəlirəm indi. Demək olar ki, üzümə hopana qədər qaşlarınızı darayaq və bu arada bilmirəm, öncədən izləyənləriniz varmı? Mən lap öncələr qaş darağından istifadə etmirdim. Bu arada, məsələn, sabitləyici istifadə eləmirəm. Sabitləyici hələ də istifadə eləmirəm mən. Yəni, bəzən. Yəni, bu videoda göstərməyə bilərəm mən qaş sabitləyici, yəni. Mütləq şəkildə Temu'dan ala bilərsiniz, Trendyol'dan ala bilərsiniz. Azərbaycanda harada satılır, yəqin ki, Bantikdə, Alivia'da ya da Arzumda və s. görə bilərsiniz. Tonal kremlər. Təbii ki, yayda, üzü yaya doğru gedirik, may ayındayıq və yayda ola bilər ki, tonal krem istifadə eləməyə bilərsiniz, BB krem. Ona görə onu da göstərəcəm sizə. Son vaxtlarda istifadə elədiyim BB kremlərini və s. göstərəcəm. Təbii ki, yenə bir yaddaş problemi yaşamışdıq. Həm onu həll eləyirdim, həm də ki, bunları taxırdım ki, çox üzümə gəlməsin artıq. Nəyə keçirəm? Danışırdım, ən son səhv xatırlamıramsa BB kremlərdən danışırdım və ümumi olaraq tonal kremlərdən danışırdım. İndi hamısını sizə uyğun qiymətliləri və əlimdə olan uyğun qiymətlərin hər birini göstərəcəm. Öncə Top Face'in
Style foundation'ıdır bu. Bunun içində SPF 20 var. Bu ama yağlı dərilər üçündür. Ona görə mən bunu çox istifadə edə bilmirəm, amma örtücülüyü çox qəşəngdir. Məsələn, nəyisə qarışdırıb istifadə edirəm bunu sadəcə. Belə tək başına maska kimi durur mənim üzümdə, çünki quru dərliyəm. Amma yağlı dərli xanımlar üçün mükəmməldir. Mən belə danışdım. Başa düşdünüz məncə siz. Anyway. Həm Trendyoldan, həm də buradan əldə edə biləcəyiniz bir şey göstərəcəm sizə. Wet n Wild'ın kremidir. Mat yazılıb üstünə, amma quru dərlilər üçündür. Çox da matlığını görməmişəm açığı. Nömrəsi 3K03'dür. Bilmirəm görmüsünüzmü o markanı yoxsa yox. Arzumda daha tez-tez görürdüm mən. V11, Village 11. Tonal kremidir, amma uzun müddətdir məndəndir və 3 nömrədir, belə deyim. Və çox qəşəngdir və gündəlik olaraq bunu istifadə eləyirəm. Bir gündəlik istifadə elədiyim, bu arada bunun tərkibində SPF 50 var. Təsəvvür edin. Və çoxunda əslində mənim istifadə elədiyim çox şeydə SPF var. Bəlkə bir-iki videoda görmüşsünüzdür deyə təkrardan deyirəm. Skin Essential'ın, baxın, BB kremidir bu əslində. Light rəngidir. Arbutin var, C vitamini var, hyaluronik asid var və gündəlikdə mükəmməldir. Son olaraq təbii ki İstanbuldan ala biləcəyiniz, bizdə kaş ki Sephora açılsaydı deyəcəm. Çünki Sephora nə bilim bəyənirəm mən Sephora'nı. Sephora'nın öz markasının şeylərini də sevirəm bir tərəfdən. Bunu təbii ki bəlkə də bir neçə dəfə görmüsünüz ya da çox öncədən izləyənləriniz varsa İstanbul alış-verişində bunu almışdım. Çox bəyəndiyim üçün qıdım-qıdım, yəni hissə-hissə, parça-parça işlədirəm. Amma sevirəm və bu daha örtücüdür. Məsələn, bu qızarıqlıqlarımı örtə bilməsi üçün bundan istifadə edirəm mütləq şəkildə və bu gün də əslində bundan istifadə olunacaq. Bu arada tövsiyə edərəm ki, ilk öncə sponcunuza batırmamışdan öncə belə əlinizdə isitmək deyilir buna da. Yəni birbaşa üzünüzə vurmaqdansa belə bir şeylər. Tipim qəribə olmuş ola bilər. Gəlirəm indi. Düzdür, tam örtə bilmədim bəzi şeyləri, amma bir rəngliyi hiss elədinizmi məndə? Bir ağardım mən. Burada amma daha çox vampir ağlığı kimi görünürəm. Twilight'da qızın var idi ya, bax. Hətta onun üçün kəpslər də çıxartmışdılar bir ara, yadınızda kəpsmi? Mən neçənci ildə qalmışam. Nəysə, çox böyük bir yaşım yoxdur, həqiqətən çox yaşım yoxdur mənim. Amma məncə okeydir. Çox quru göstərmir, çox önəmlidir. Örtücülüyü də çox okeydir. Bunu amma İstanbula gedən dostlarınız varsa, İstanbuldan alış-veriş eləyəcəksinizsə, birbaşa İstanbulun özünə, yəni Sephora'nın özünə alış-veriş eləyəcəksinizsə, mütləq şəkildə tövsiyə eləyə bilərəm. Sevirsinizsə, yəni L'Oreal'ın da hər hansı bir tonal kremini ala bilərsiniz. Amma bu arada çox istifadə olunan da məsələn L'Oreal'ı bilirsiniz, məsəl üçün Maybelline bəzi şeylərini bilirsiniz. Bu arada məndə də görəcəksiniz onları. Amma mən çalışıram ki, məsələn, həqiqətən onlardan da əlavə olaraq fərqli bir şeylər sizə göstərə bilim. Bunun üçün də çalışıram, amma bəziləri də təbii ki qaçınılmazdır. Onları istifadə edirəm və onları sizə göstərəcəm. Concealer olaraq sizə bir neçəsini göstərəcəm. İlk öncə Catrice'in, baxın, dəqiqə. 20 nömrəsi, belə göstərim. Bir kamuflaj gedir, amma quru dərlisinizsə çox tövsiyə eləmərəm. Catrice'in bir dənə də hyaluronik asidli bir concealer var, onu tövsiyə eləyərəm. Öncəki videolarda bəlkə birində danışmışamdır, amma hal-hazırda əlimdə yoxdur o təəssüf ki. Sonra Golden Rose'un Liquid Concealer, vitamin E və B3 var tərkibində. Bunu tövsiyə eləyə bilərəm. Bunun da nömrəsi 04 nömrədir. Belə göstərsəm də görməyəcəksiniz. Çox minik yazılıb. Ona görə qıraqda qeyd eləyərəm bunu. Ən çox sevdiyim və gündəlikdə ən çox istifadə elədiyim concealer. Təbii ki, NYX olacaq. Bu concealer'ını həddən artıq çox sevirəm. Nəmli bir bitişi var və eyni zamanda cizgilərə bəzən də olur, bəzən də olmur. O nə ilə əlaqəlidir tam olaraq bilmirəm. Amma sizin vanillasını istifadə edirəm, belə deyim. Amma bir dənə problemimiz var. Gənclikdən mən alırdım. Ən son mən gəncliyə gedəndə Allahdan stok eləmişəm mən bunları. Gənclikdə NYX bağlanmışdı, yerinə başqa şey açılırdı. Amma deyilənə görə 28 molun içərisində olacaq. Yəni stokla eləməyə təkrardan davam edə biləcəm. Bu arada bunun nəyini bu qədər çox sevirəm? Məsələn, alırıq başqa concealerlar. Bunun qiyməti 10
9 ya da 21 manatdır və bir balacası belə kifayət edir. Deyim ki, aman Allahım, çox örtücüdür. Xeyr, o qədər çox örtücü deyil. Amma gündəlik istifadə üçün çox ideal olduğunu düşünürəm və nəmli bitişli olduğu üçün çox sevirəm. Bu hətta daha Catrice daha endirmə düşəndə bir 10 manatın altına düşür. Golden Rose da təbii ki, cib dostu bir markadır. Tam tələbə markasıdır. Həqiqətən tələbəlik dönəmlərində ilk başladığımda bu makyaj şeylərini o markalardan biri də Golden Rose idi. Həm pomada olaraq, həm tonal krem olaraq və s. və çox ideal görürəm. Qiymət olaraq da, effekt olaraq da çox sevirəm. Balaca götürdüm. İnşallah məni yarı yolda qoymaz. Görəcəksiniz məni acaba? Çox yaxına da gətirmək də istəmirəm bir tərəfdən ki, gördüyünüz kimi gözümün altındakı bütün hər şey düzüm. Mən çox gözaltı çox qara ya da çox qəhvəyi rəngli olan birisi deyiləm. Mənim üçün onsuz da biraz örtücü olması kifayət olur. Əgər gözünüzün altını pudralamaq sevirsinizsə, ki mən çox sevmirəm, amma sevirsinizsə, sizə göstərə biləcəyim Revolution'un bu pudrasını sizə göstərə bilərəm. Qəşəngdir. Yəni mən bəyənirəm. Göz makyajına. Qara karandaşdan istifadə edirsinizsə, bu 2 dənə karandaşım var. Bunlar Flormardandır. Birinin ucu hətta bu formadadır. Mən bunu səhvən açmağa çalışdım da, ona görə belə bir problemimiz yaşadı. Bu da Flormar'ın öncəki model karandaşlarından da, öncəki dediyim də biraz çox olar. Məndə var bu. Universitet illərimin başlanğıcından alınma bir karandaşdır. Bunu vurum, anında gəlirəm yanınıza. Belə məncə daha yaxşı oldu deyə düşünürəm. Həm də yaxından məni görə bilərsiniz. Nəysə, mən onsuz da karandaş çəkməkdə, çox da liner falan çəkməkdə o qədər yaxşı birisi deyiləm deyə düşünürəm. Bu arada mən desəm makyajım yenə şey olacaq, çünki işıq get-gedə gedir. Acaba işıq mı taxsam? Liner kimi saxlamağı çox sevmirəm. Sadəcə sizə nə göstərəcəm? Bir dənə ten paletlərimi göstərmək istəyirəm. Təbii ki, Revolution əməkdar hər kəsin evində olduğunu adım kimi əmin olduğum bir ten paleti. Revolution'un bu ten paletidir. Trendyoldan da asanlıqla əldə edə biləcəyiniz bu Beulis'in. Və eyni zamanda nə göstərə bilərəm sizə? Technique'in Mega Glow'da highlighter. Baxın, bu həm highlighter istifadə edə bilərsiniz, həm də ki göz pınarlarınıza vurmaq üçündür və çox qəşəngdir. İndi sizə hər birini göstərəcəm. Göstərim sizə. Çox xoşuma gəlir və çox ehtimal ki mən bu ağdan istifadə edəcəm bugün. Niyə ağ? Onu mən də bilmirəm, amma istifadə edəcəm. Ağ dediyim, bununla çox barmağınızla istifadə etməyiniz daha yaxşıdır. Siz bilmirəm görürsünüzmü, görmürsünüzmü? Amma çox da abartmaq da istəmirəm. Toy makyajına çevrilsin istəmirəm açığı. Bunu əlimizlə eləmək daha mən. Amma sanki toy makyajına doğru çevrilir. Sanki. Bunu tez həll edirəm. Amma parlaqlığını görürsünüzmü bilmirəm. Yəni əlimdə belə olan bir şey gözümdə daha qəşəng olur. Bu arada siz bunu eləməyin. Yəni bir zəhmət daha sadə şeylərdən istifadə edin. Bu arada mən bronzerla ND-yi belə deyək, qarışdırmağı çox sevirəm. Əslində burada not yazılıb, amma görünmür. Bu anda 12 manat falan idi. İndi səfərimizə 15 ya 16 manat falan olmalıdır. Məndə. Və mən bu ikisini qarışdırıb istifadə etməyi çox sevirəm. Onun qiymətini bilmirəm, çünki o mənə hədiyyədir. Bir də pastelin cream blush var. Belə göstərim. Gördüyünüz kimi artıq o qədər istifadə olunub ki, içi gedir və yayda bunu istifadə etməyi çox sevirəm. Bunu təkdə istifadə etməyi sevirəm. Amma bunu tək istifadə etməyi çox sevmirəm və bronzer niyyətinə istifadə etməyi çox sevmirəm. Ona görə də bu ikisi bugün qarşılayacaq. Birbaşa elmacık kemiğinizin düz ortasına. Tamam, dayanın. Mən bir bunu vurum, tez gəlirəm. Gündəlik bir makyaja uymadı. Mən də onu sponjla belə aldım. Təbii ki, çünki heç mənlik bir şey deyildi. O çox qarışdırdım sanki orada. Belə daha yaxşıdır, çünki oradan birbaşa işıq vurur və çox qəribə görünür və mən makyajım o formada deyil, yəni.
Həqiqətən o qədər bərbad deyil. Yəni düzdür, aldığım biraz daha çox oldu, amma olsun. Olsun, yəni orada hər hansı bir problemimiz yoxdur. Nəysə, indi keçirəm tur hissələrinə. Ən çox sevdiyim şeylərdən biridir. Deməli, ilk öncə belə göstərim. Maybelline New York'un Sensational. Dersiniz çox ehtimal ki, çoxunuz bunu bilərsiniz. Eyni şeydən 2 dənə var. Təbii ki, niyə? Çünki stok edirəm mən bunları. Sky High, L'Oreal'ın Lash Paradise'ı. Bunu səhv eləmirəmsə 25 manata almışdım. Panorama. Amma bunu nətər göstərməm sizə. Və son vaxtlarda ən çox bunu istifadə edirəm. Bugün də təbii ki, bundan istifadə olacaq. Niyə? Çünki bu Nigar'ın gündəlik bir makyajıdır. Kız, bekləsənizə baxın. Ay, bu düşdüm acaba? Kirpiklərim necə qıvrıldı. En sevdiyim. İndi mən bunu tez vurum gəlirəm. Baxın, indi sizə fərqi göstərəcəm. Bu və bu. Maksimum 2 qat çəkmişəmdir. İkincində onsuz da öz effektini göstərir. İndi ikincini də tamamlayım, gəlirəm. Siz görə bilirsinizmi hal-hazırda kirpiklərimin uzunluğunu? Görünürmü? Oy, ekran çox sirkələndi. Sorry. İnşallah başınız vuramamışdır. Gündəlik makyajımdır bu arada. Yəni deyə bilərsiniz, Nigar, bu sənin gündəlik makyajındırmı, yoxsa toy makyajındırmı? Gündəlik. Gündəlik. Nəysə. Fidanın mənə hədiyyə elədiyi və sonrasında da bağımlı halda olduğum Golden Rose'un bu 504 nömrəsidir. NYX'dir ya da böyük bu tipli markalar, yəni influencerlarda gördüyümüz bu markalar düşünürdüm ki, çox baha olar və girib də həqiqətən birbaşa araşdırmamışdım ödənişlərini, qiymətlərini və s. Bir dəfə NYX'in konsilerini almağa gedəndə karandaşları ilə də, dodaq karandaşları ilə əlaqəli maraqlananda, yəni çox münasib qiyməti olduğunu anladım. 8 manat almışam. Endirimlə 8 manat. Bu da Kiko'nundur. Amma ucuna baxın və yontulmur. Mən bunun ucunu aça bilmirəm. Nə olsun ki, karandaşdır və şey deyil. Yəni digərləri kimi deyil. Xeyr. İndi sizə hər birini göstərəcəm rənglərini. Yəni hansıdır. Bu NYX'dir. Bu Golden Rose'dur. Bu Kiko'dur. Baxın, rəngi belədir, amma şəkildən necə görünəcək, yəni siz videoda necə görəcəksiniz bilmirəm, amma çox qəşəng bir rəngi var və mən çox sevirəm. Hər makyajla da demək olar uydura bilirəm bunu. Sensin Hydra Kiss Lip Oil'ın göstərəcəm. Baxın, ay. Bu Osman'da falan olmalıdır, səhv eləmirəmsə. Və belə parlaq, bu arada yayda mən gloss vurmağı çox sevirəm, parlaq olur və külək olmadığı üçün daha rahat olursunuz. Abartma deyib bu makyajı eləmişəm yəni. Çox sevdiyim və tələbə dostu olduğunu düşündüyüm Golden Rose'un 16 nömrəli pomada anladım. Bunun da rəngi belədir. Golden Rose pomada rəngləri o qədər də mənim ürəyimə yatan formada olmur. Bir dənə bunu sevirəm və hər dəfə bitdikcə də bunu alıram. Çox qəşəngdir və hələ çox bahalı bir şey deyil. Bu səhv eləmirəmsə 6-7 manat falan olmalıdır. Mistini göstərim sizə. Mən bunu öncəki videolarda göstərmişdim bunu və Revolution'un bu şeyini. Bir dənə də nəsə var idi, sponge var idi, səhv eləmirəmsə. O da buydu. Bu üçünü bir yerdə 16 mı 17 mi manata almışdım. Belə kampanyalar Bantikdə çox tez-tez olur. Mütləq şəkildə ora baxın. Amma təbii ki, bu bir reklam deyil. Heç bir sponsorluqda təşkil eləmir. Amma bəlkə bir gün ola bilər. Niyə də yox. Sabitləməsi pis deyil. Amma bəlkə də bundan yaxşı olanlar da var. Amma parlaqlıq olaraq və baxımdan çox bəyəndiyim bir şeydir. Bəzən bunu təbii ki, tonal kremi, konsileri və pudra şeylərini istifadə etdikdən sonra eləyirəm. Bəzən də bütün makyaj etdikdən sonra eləyirəm. Spesifik hər hansı bir makyajda axma və s. görmədiyim üçün tövsiyə eləyə bilirəm bu. Bəli, makyaj artıq bitdi və mən biraz yoruldum. 1 saatdır ki, mən bu makyajı videosunu çəkməyə çalışıram. Ümid edirəm ki, çox bəyənərsiniz. Təbii ki, bayaqki o ten paleti, ten faciəsindən sonra məncə artıq ideal oldu. Amma bu mənim həqiqətən gündəlik makyajımın biraz üstüdür. Bu qədər çox abartmıram yəni. Hələ də göz makyajı
makyajında, yəni gündəlik həyatda hətta göz makyajı çox eləmirəm. Sadəcə tuj vururam və ənliklərdən istifadə edirəm, bronzer istifadə edib, pomada və s. belə bitirirəm. Klinger makyajı da deyə bilərik prinsipcə biz buna. Amma bugün sizlərə özəl olaraq belə biraz bəzənmək istədim. Təzə başlayan makyaja yeni başlayanlar üçün köməkli olmasını, yardımcı ola bildimsə əgər çox xoşbəxt olaram və münasib qiymətli olan şeylər sizə göstərməyə çalışdım. Təbii ki, daha bahalı olanlar da var. Amma ilk başlayanlar üçün bu da çox da tövsiyə olunan bir şey deyil. Etap-etap getsəniz sizin üçün daha yaxşı olacaq. Çox danışdım. Hər birinizi çox-çox sevirəm. Ümid edirəm ki, həqiqətən bəyənmişsinizdir və kömək ola bilmişəmsə nə xoşdur mənə əlbəttə və mümkün mərtəbə əlimdən gəldiyi qədər aktiv qalmağa davam edəcəm. Sadəcə like atmağı və abunə olmağı, komment yazmağı unutmayaq. Bugünlük bu qədər deyirəm. Növbəti vloqlarda görüşəndək.